yaxın bir zamanda sizi nə təəccübləndirəcək? Fürsətlər, yeni imkanlar. Çox qəşəng. Amma siz ondan istifadə edə biləcəksinizmi? Bu başqa sual. Sizin qarşınıza yeni fürsətlər çıxacaq. Hansısa bir yeni layihənin başlanğıcıdır. Bu layihə üçün müdrik məsləhət və rəhbərlik tələb edir. Bəlkə siz bunun üçün kiməsə müraciət edəcəksiniz. Növbəti mərhələdə isə ambisiyalarınız və uzun müddətli planlarınız var ki, emosional çətinliklə, ağrı ilə qarşılaşacaq. Ona görə də irəliləmək üçün qəti və enerjili hərəkət tələb olunacaq sizdən.